Salam, sizinlə yuqarıda bizim bugünkü mövzumuz belə bir divarın yaranmasıdır. Deməli, biz əlbəttə ki, istənilən sifarişi düzgün ölçü ilə işləmək daha rahatdır, nəinki təxmini bir divar işləmək. Amma biz burada bir nümunə göstərəcəyik sadəcə olaraq. Tutaq ki, bizim bir divarımız var. Divarı götürdüm, belə qoydum, atdım. Boksdan istifadə elədim, yaratdım. Sonra bura yaxınlaşdım. Baxdıq ki, bu bizim qalınlığımızdır. Biz onu qoyduq 20 sm. Bunun bu istiqamətdə baxdıq, qoyduq bunu 500. Yəni ki, bu gördüyümüz kimi 5 metr oldu. Hündürlüyü də qoyduq, misal üçün 5 metr. Təxmini belə bir hündür bir divardır. Belə uzun softlar, çox uzun qoydum. Gəlin bunu 4 metr eləyək. Təxmini gördüyümüz kimi biz hər hansı bir divarla iş görmək istəyiriksə ki, bunun içində hər hansı bir çıxıntı, girinti olsun, yəni fikir verin. Shift-i basıb saxlayaraq bunu çəkdikdə bu kopyalandı. Copy və yaxud instance fərqini indi bundan öncəki dərslərdə qeyd eləmişəm. Kopyalanır və biri-birindən olan asılılığı qalır. Dəyişəndə o birisi də dəyişir və modifikatorda işlətdikdə müəyyən nastroykalar qalır. Əsasda preference-də. Bu ikisini ən çox biz işlətdiyimizdir. Yəni instance və yaxud copy. Buradan biz copy eləyirik. Öncə gördüyümüz buradan gətirib qoyuruq üstünə. Fikir verirsinizsə buradan və yaxud pəncərədən yuxarıdan baxanda görürsünüz ki, nə qədər yaxınlaşdırırsınız. Ya içinə girir, ya belə qalır. Bu göstərdiyim loru və asan dildə olan bir sadəcə olaraq bir dərsdir. Keçdik bu istiqamətdən baxırıq ki, obyekt yanıb normal. Ön hissədən baxırıq, yerindədir. Gördüyümüz kimi. İndi fikir verin. Biz buradan misal üçün, bunun bu istiqamətində hər hansı bir obyekti kəsmək istəyiriksə, məsləhət görülür. Düzdür, burada müəyyən detallar var, hansından ki, biz istifadə edib. Buranı formalı kəsə bilirik. Necə ki, burada extended primitive-in içində müəyyən detallar var ki, onun bir istiqamətindən biz arqalı formada qoyub nəyisə kəsə bilərik. Amma bu bizi bu dəqiqə maraqlandırmır. Bizə lazım olan, fikir verin, rectangle götürdüm və müəyyən ölçünü təyin etdim, enini qoydum. Hündürlüyünü təyin etdim, qoydum, misal üçün yerləşdirdim. Amma mənə lazım olan hündürlük tutaq ki, bax, buradadır. Fikir verin, tənbəllikdən, yəni bunun bu istiqamətdə, bunu buradan biraz fırladaq. Bunu buradan gördüyümüz kimi fırladırıq. Biz bunu yuxarısını, arxasını tutduq. Bunun arxasını tutduqdan sonra müəyyən hündürlüyü təyin etdikdən sonra ki, en bizdə alınıb, hündürlüyü də təyin etdikdən sonra sağ düyməni basıb, buradan sadəcə olaraq spline rejiminə keçirik. Vertex-ə keçirik. Buradan bizə lazım olmayan ərazini aşağı eləyirik. Bizə lazım olan yer, hansı istiqamətsə oranı. Amma burada unutmayaq ki, bizdə Vertex komandasına keçəndə refine-dən istifadə edib, burada biz bax belə hissəciklər artırırıq ki, keçidlər çox yumuşalsın. Misal üçün bu qədər. Gördüyümüz kimi bu arkanı biz bu formada aldıq və bizdə əldə olunan nədir? Onu göstərirəm sizə. Gördüyümüz kimi budur. Buradan misal üçün extrude modifikatorundan, buradan extrude yazanda gəlir. İstifadə edirik və buradan buna tutaq ki, bir 50 cm qalınlıq veririk. Bizə lazım olan dərinlik budur. Yəni söhbət burada öndə olandan gedir. Bax, bundan gedir. Bu da bizim gördüyümüz kimi lazım olan hissədir. İndi fikir verin, mən bunu buradan ayırdım. Daha doğrusu bunu yox, bunun birini də ayırdım. Deyəcəm sizə nəyə görə. Bu yollardan biridir. Buna oxşar, yəni bir çox yol var ki, hətta arxanı hazır yarada bilirik. Onu mən indi hələ ki bunu göstərim, yəni tam bunu başa düşəsiniz, nədən gedir söhbət. Bizdə deməli arxa divar var. Gəlin bunun rəngini dəyişim ki, tam izahım bəlli olsun. Misal üçün, bizdə arxa divar var, ön divar var, hansı ki qabarıq çıxıntılı olub və kəsilmək üçün bunu qurmuşuq. Bu isə bizə lazımdır. Ekstrudsuz bunun xətləri ki, sonra bunun qırağına paduqa yaratmaq üçün yenidən çəkməyi deyə. Gəldik bu istiqamət obyekti qeyd etdikdən sonra keçirik modifikator listin içinə. Buradan booleandən istifadə edirik. Gördüyümüz bax bundan. Burada gördüyümüz burada bizdə subtract var. Yəni bir obyekt digər obyekti kəssin. Yəni bunu qeyd etmişik. Bastıq bunu, sonra qeyd edirik kəsən obyekti. Ki, yəni nəyi nə kəssin və o qeyd olunur. Və əlbəttə biz boolean komandasının içində olduqda burada biz görürük ki, məsələn, obyekti qeyd edib, bununla oynayıb və bunun yerini dəyişə bilirik. Misal üçün, indi burada tutaq ki, səhv salmısınız və yaxud sol istiqamətə meyilli, sağ istiqamətə meyilli, misal üçün, hər hansı birini biz təyin edirik.
Unutmayaq ki, obyekti qeyd etdikdə modifikator listdən nə istifadə ediriksə, bizim bu listə oturur. Sağ düyməni basıb gəlib, əgər biz buradan poli rejiminə keçsək, bütün list dağıldı və bu poligonal rejimə keçdi və bu belə qaldı. Gördüyümüz kimi. Sonra gəlirik bu istiqamətdə, bunun üzərində durmuşuq və eyni yerdə dayanmışıq deyə, biz sadəcə olaraq buradan spline rejimində vertex-ə keçirik. Refine komandasından istifadə edirik. Buradan bir dənə, buradan bir dənə basdıqdan sonra bunu buradan söndürürük. Keçirik segment rejiminə ki, altdakıları qeyd edək, delete düyməsindən istifadə edək, silək. Söhbət yəni burada bundan gedirdi ki, bunu biz yaradaq, çünki eyni yerdən kəsilib. Və biz yenidən bunu çəkməyə deyə bunu yaratdıq. Əgər sweep modifikator varsa, ondan bir şey düzəldirsiniz, yoxdursa, özünüz yaradırsınız. Misal üçün, bizdə bu dəqiqə bizim liniyamız budur. Biz gəlirik bura, götürürük liniyanı. Fikirləşirik ki, bizə lazımdır ki, tutaq ki, buradan gəlsin bu istiqamətdə, burası yumurlansın belə, burası qalxsın belə, gəlsin belə, gəlsin belə, gəlsin. Burası birləşsin. Belə bir forma düzəltdik. Düzdür, buradan biz vertex komandasına qayıtdıqdan sonra müəyyən düzəlişlərimizi eləyə bilirik ki, çünki belə kobud alınmasın. Misal üçün, nümunə kimi göstərirəm bunu. Gördüyümüz belə bir formanı aldıq. İndi isə obyekti qeyd edirik. Buradan çıxaq. Bizim o liniyamızı qeyd edirik. Keçirik modifikator listinin içinə. Sweep modifikatorunu buradan axtarıb tapırıq. Keçirik burada ingilis dilinə ki, sweep modifikator yazanda o gəlsin. Sweep modifikatorun özünün profilləri var. Bu bizə lazım deyil. Bizə lazım olan, biz burada gördüyümüz use custom görürsünüz. Bunu basdıqdan sonra piki götürürük və buradan bunu qeyd edirik ki, bizim obyektimiz ona dönsün. Burada sonra biz onu güzgü əksi, formalı belə və yaxud bunu belə müəyyən formalara salıb biz bunu dəyişirik. Gördüyümüz kimi bizim kontur yəni bu formanı aldı. Bu formanı aldı. Və biz düzəliş eləmək istədikdə burada vertex-i götürüb obyekti qeyd etdikdə bizim düzəlişlərimiz burada özünü göstərəcək. Yəni hansısa bir istiqamətdə biz əgər bunun enini dəyişmək istəyirik və yaxud quruluşuna müdaxilə edirik ki, bu forması dəyişsin, o burada həmin formanı alacaq. Və bu gördüyümüz obyekti qeyd edirik. Buradan deməli yaxınlaşırıq düz bunun üzərinə. Biz həmin hissəni buradan belə almış oluruq. Əlbəttə burada bunun üzərində işləyəndə diqqət yetirmək lazımdır ki, bunun başlanğıc nöqtəsi üçün də belə bir hissə var ki, hardan başlasın. Buradan siz onu təyin edirsiniz. Hansı sizə lazımdırsa, ki, misalcı yuxarıdan, iç hissədən və yaxud buradan və yaxud ortalamadan başlasın. Bunun o başlanğıc nöqtəsi başlayan nöqtəni göstərir. Buradan başlasın, ortadan başlasın və yaxud buradan başlasın. Yəni, buradan belə etdikdə, gördüyünüz kimi, tam mərkəzi göstərdi. Bunu buradan ləğv edirik, qaytarırıq yerinə. Və biz anladıq ki, bizdə bu məsələ belə həllini tapdı. Obyekti qeyd edirik. Buradan biz gəlirik, misal üçün, korona vizualizatordan istifadə edirik. Deməli, keçirik. Burada bizdə bağlı olduğu halda koronanın içindən, misal üçün, fizikaldan da işləyə bilərsiniz, legacy-dən də istifadə edə bilərsiniz. Burada obyekt hamısı qeyd olunub deyə bunu bastıq. Bu komandadan istifadə edib materialları keçirtdik buna. Sonra keçdik internetə. İnternetdə burada deməli axtaraq. Nəsə bir təbiət. Nə olsun bizə təxmini lazımdır. Onu biz öncə yaratdığımız bir papkaya ataq. Gəlin desktopda məndə render papkası var. Ataq onun içinə ki, axtarmayaq. Deməli, gəldik bura. Açaq həmin papkanı, render papkasının içində bizdə deməli, Photoshop'a keçirik, atdım onu bura. Bizə lazım olan şəkili deməli, buradan biz onu abnulis eləyək. Bizə ehtiyac yoxdur nəyəsə, belə bir formanı götürək. Bax, belə, güya bu bizim işimizdir. Keçdik bura, gəldik bura, götürdük, deməli, biz bunu belə elədik, rəngini biraz açaq. Yadımdan çıxdı ki, bu video yazanda burada Ctrl-M düyməsi bizdə tam başqa bir əməliyyatı
həyata keçirilir. Necə ki, baxaq, Ctrl-L, Levels-la da biz bunu buradan, misal üçün, hazır biraz tonunu açaq. Tonunu açdıq. Hardasa bu səviyyəyə gətirdik, çıxartdıq. Bu təxmini. Bizə lazım olan bu dəqiqə. Amma bunu ölçüyə uyğun, masштaba uyğun işləmək lazımdır ki, düz olsun. Biz təxmini qoyuruq. Ctrl-Shift-Alt-W düyməsini bastıq. Açıldı pəncərə və biz bunu öncə düzəltdiyimiz yerə ataq və yaxud desktopda elə bura ataq və bunun adını qoyaq last background. Tutaq ki, bir də görürsünüz ki, Rusca, Azərbaycanca gedir. Səhvlər olur. Şimdi burada bunun içindədir. Bu bizdə arxa divardadır. Biz arxa divarın içində hər hansı bir plane yaratmadan onu elə bu divara da verə bilirik. Çünki buradan onsuz da o görünməyəcək. Yəni təxmini, nümunə kimi göstərirəm. Burada deməli birini də yaradıb qoyuruq bura. Shift düyməsi ilə bunu eləyə bilirik. Sağ düyməni basırıq Maps'dən, yəni buradan gördüyümüz kimi bitmap götürüb və yaxud buradan həmin şəkilə yaxınlaşıb. Fikir verirsiniz, bizdə material editor burada açıldı. Deməli, şəkilə yaxınlaşırıq buradan. Bu şəkili sürdüm, attım bura. Yəni, asan yol olsun. Buradan bunu sürdüm, diffuse color'a yerləşdirdim. Və bu arxada gördüyümüz yerə və buradan basdıqda, assign material keçirdikdə, o həmin o material oturdu bura. Gördüyümüz kimi. Biz indi buradan bunun işıq məsələsi üçün, əgər istəyiriksə ki, işıq ola bilsin ki, görürsünüz, bu detalın özündən də istifadə edib, bunu işıq edib, bunu dibinə sala bilirik. Və yaxud ən xaltura yollarından biri, burada çəkdiyimiz obyekt ki var, təsəvvür eləyin ki, burada çəkdiyimiz obyektin özünü bunun konturu ilə qeyd edirəm, çəkirəm qabağa. Bu xalturadır sadəcə olaraq, yəni asan yollardan biridir. Burada gördüyümüz kimi bunun arxasını qeyd edə bilirik deyə biz bunun özünü işıqlı eləyə bilirik. Burada bizdə light material var. Light materialdan istifadə edirik. Misal üçün 10 qoyduq. 10 qoyduqdan sonra həmin o işıq materialı tapşırdıq bunun arxa hissəsinə. Düzdür, bu tam mən istədiyim variant deyil, amma yollardan biridir də, asan yollardan biridir. Bunu buradan gətirdim. Bunu konturu ilə qeyd eləyək ki, sonra tərk etməyim. Bunu buradan biraz aralı qoydum. Baxmayaraq ki, bunun içindən də əlavə, bunun özünə light verib, içinə qoyub, oradan da işıq eləmək olar. Amma evi yoxda tutaq ki, indi biz burada nümunə göstəririk. Əsas məqsədimiz nümunə göstərməkdir. Deməli, bizdə burada bir dənə bunu alsaq, nümunə kimi bura baxaq. Görürsünüz, bura oturdu. İndi mən buradan elə-belə qoyacağım. Məlum məsələdir ki, bu işıq oturdu yerinə. Amma aralı qoymuşuq, bunun içinə sıflaşına işıq vermişik biz. Burada effektin üstündə biraz işlədikdə tam başa düşmək olur. Burada düzdür, rəng vermək lazımdır, səhnə yığmaq lazımdır. Səhnəsiz belə şey düzəltmək düz deyil. Səhnə çox vacibdir, çünki kənar işıqlar problem yaratmasın deyə. Amma belə işdə, misal üçün, nümunə kimi göstərirəm. Yenə də deyim. Buradan gəldim, tutaq ki, belə buradan tutdum belə, gəldim bu başa, gəldim bura, buradan gəldim bura, sağ düyməni bastım, keçdim buradan, misal üçün, bunun içinə vertex, bunu qeyd etdim, biraz saldım içəri, buradan götürdüm, sweep modifikatorundan istifadə edib, burada adi gördüyümüz kimi belə bar qoydum. Bunu biraz qalınlaşdıraq. Mən fikir vermirəm bura. Biraz bunu qalınlaşdıraq. Bunu qaldıraq. Bu əslində bu iş üçün deyil. Sadəcə olaraq mən nümunə kimi göstərirəm ki, bunu biz misal üçün gətirib burada belə divar kimi qoysaq, və yaxud boksdan götürüb divar yıxsaq, və yaxud bunun üstünü sonra belə bağlasaq, hətta eyni divardan sonra bunun aşağı hissəsini, yəni gördüyümüz bunu belə bağlasaq və buradan da ona çalışıb çox açıq tonlarla işləmək lazım deyil. Səhnədə bir özəllik olmayacaq, çünki başdan ayağa hər yer bağlı və bunu da misal üçün qaldırdım, qoydum yuxarı. Yuxarı pəncərəyə keçəndən sonra
Obyekti qeyd edib buradan bir rəng seçək ki, bizim səhnəmizə biz karkas rejimində baxanda görək. Kamera rejiminə keçəndən sonra koronanı götürdüm buradan, qoydum belə. Sonra keçdim perspektivə, C düyməsini bastım, qaldırdım yuxarı ki, buranı görüm. Burada indi ölçü, proporsiya uyğun olmadığından gəlirik bura. Buradan keçirik, qoyuruq. Gördüyümüz kimi command rejimindən qoyuruq custom. Buradan hər hansı birini seçəndə Shift F düyməsini basdıqda biz səhnəmizi görürük ki, bizdə səhnə nədir. Və burada scenadan interaktivdə baxanda biz buranı belə real görürük. Amma bizi bu qane eləməsə, kamera var deyə perspektivi qeyd eləmiş oldu. Modifikator listə girəndə bizdə bu rejim bizdə kamera ilə oynamağa imkan verir ki, biz onu bura gətirdik, qoyduq. İndi isə işığı götürürük, işıqdan da keçirik koronaya. Corona Light'dan istifadə edirik. Öncədən burada qoyuruq rectangle. Misal üçün, bir dənə buradan uzun sov belə qoyuruq ki, güya işıq buradan belə düşür. Başqa pəncərədən nəzərə alırıq ki, bunu biz qaldırırıq ucuna yuxarı belə qoyuruq ortaya təxmini. Shift'i basıb qoyuruq bunu bura. Buradan instance eləyib, buradan 3-4 dənə eləyirik. İşığın birini qeyd edib, buradan bu standart qoyulan 50-ni misal üçün 3 eləyirik. Tutaq ki. Və yenə keçirik bizim bu komandaya. Buradan qoyuruq interaktiv ki, baxaq nə olur. Səhnəni cüzi işıqlandırdıq. Gördünüz? Səhnəni cüzi işıqlandırdıq və biz bu formanı aldıq. Əlbəttə, burada sonra işıq misal üçün 5, işıq misal üçün tutaq 8. Biz burada bunu oynadaraq, burada təbii akustikanı alırıq. Əlbəttə, polun öz rəngi olanda, divarda dekor olanda, rənglər olanda biz yəni bu tam səhnəni ala bilirik və işıqla da oynaya bilirik. Çünki işığı biz ayrılıqda buradan vermişik deyə və işıq bizdə 10'dur deyə biz onu 5 eləyə bilirik ki, işığın gücü azalır. Gördünüz? Və hətta Kelvinsiz, hansı ki burada imkan var nastroykalardan qoyub işləmək. Mən RGB kanalından çox işləyirəm deyə əslində siz eləyə bilərsiniz ki, burada Kelvinlə işləyə bilərsiniz. Misal üçün, bunu buradan elədim 8. Biraz sarımtılı elədim, misal üçün, işığı. Görürsünüz? Bu formada bunu biz rahat ala bilirik. Sadəcə olaraq mən göstərdim 2 box. Biz bu məsələni başa düşdük ki, biz aldıq. İndi buradan təkrar eləyirəm ki, göstərim nədən gedir söhbət. Burada deməli bizdə alınan bu bütün hər şeyi mən sadəcə olaraq hələlik ki, sadəcə olaraq gizlədirəm. Gördüyümüz bizim bir boxdur ki, hansı ki boolean'dən istifadə edib kəsdik. İkinci boxumuz odur ki, biz ona tekstura verdik. Boxumuzu liniya ilə etmişdik deyə buradan istifadə edib həmin liniyaya deməli sweep'dən istifadə edib profil verdik istənilən və yaxud profil, yəni bundan da istifadə edə bilərik. İndi lazım olmayan olduqda və yaxud müştəri konkret bir şey seçəndə siz onu çəkib göstərirsiniz. Biz yəni çox rahat bu divarı misal üçün 3 hissəli, yəni birinci bu, ikinci bu, üçüncü arxadan ibarət olaraq istifadə etdik. Bunu da ağ-qara şəkil elədik fotoabo ilə. UV-də çap olunub vurulur ki, ömrü uzun olsun. İstifadə edə bilirik. Yəni stiklərə elə vururlar ki, arada birləşmələri heç bir problem yaranmır. Yəni gördüyümüz kimi indi buradan biz bir dənə bunu dala qaytaraq və kameraya qaydaq və buradan bir dənə yenə də baxaq. Alınan səhnə budur, gördüyümüz kimi. Yəni, əsas məqsəd də burada bizə qoyulmuş zadaniya bunu yığmaq idi. İndi buradan işıq sallamaq və yaxud yerə pol qoymaq, bura divan kreslo qoymaq, o başqa mövzudur. Burada bunun qalınlaşdırmaq, yəni o da problem deyil. Çəkilmiş profilin maketi ki var idi, liniyadan ibarət. Ondan istifadə edib biz bunu qalınlaşdıra bilirik. Və burada paduqadan, elementdən və yaxud sütunlar qoymaq olar, o başqa mövzudur. Əsas verilmiş sual, yəni gördüyümüz bu divarı bu formada tez qısa zamanda yaratmağımızdır. Əgər bəyəndinizsə like eləyin, dəstəkləyin. Biz istənilən sualları təmənnasız cavablandırırıq. İstəyirsinizsə dərslərimizə qoşula bilərsiniz. Online, offline, evline, office line. Biz hər cür dəstəkləyirik sizi çox münasib qiymətə və qarantiya veririk. Düzdür, bir neçə dərsdən sonra bəlli olur ki, sizdə alınır yoxsa alınmır. Yəni bax belə. Dəstəkləyin, like eləyin, biz də sizin üçün videolar yazaq və paylaşaq.